Özdə biri var ki, ildə bir dəfə artsın. Biri var 3 gündən bir artsın, 3 aydan bir artsın. Biri də var ki, hər həftə bu sahədə qiymət artımı müşahidə. Yavaş-yavaş Hər həftə yavaş-yavaş. Bir həftə əvvəl 10 qəpiyə aldığımız, bir həftədən sonra 15 qəpiyə. Yox, sən görmüşsən ki, 10 millilik iynəni bizdən vursunlar. Adamın nəzərəsi dağılar. Yavaş-yavaş. Allah da, yəni yavaş-yavaş. Qurbağa məsələsi də dostlar. Yavaş-yavaş. Qurbağa effektidir də. Bu günlərin bizdə Azərbaycanda qiymətləri qurbağa effekti ilə artırılır. Bilirsiniz nədir? Qaynar suya qurbağanı atanda o dəqiqə özünü oradan tullayır, qazandan çölə. Amma qurbağanı tutursan soyuq suya, qazı da vurursan. Yəni bunu ev və qeyri-ev şəraitində etməyin. Bu sadəcə misaldır. Dəmə qoyursan. Bəli, qoyursan, o hava istiləşdikcə onda bədəni öyrəşir, sonra vəssalam. Qiymət artımı da bizdə belədir. Yavaş-yavaş. Çünki birdən qaldırdılar. Yəni cəmaət doğrudan da o qədər narazılıq olar. Yavaş-yavaş lətifəsi bizdən uzaq. Bəli. Axırda deyirlər ki, qutardı. O da ölən ölüb, qalan qalır. Yerini də belə masaj eləyirlər.